fevral 2026-cı il. Rahatlamaq, vaxtın sakit axınından zövq almaq imkanı yaranacaq. Böyük hadisələr və ya dramatik dəyişikliklər gözləməyin. Gün ölçülü, biçili və komfortlu keçəcək. Əvvəllər təxirə saldığınız işlərlə məşğul olmağa şərait yaranacaq. Nəhayət çoxdan diqqət tələb edən layihələri tamamlaya. Son vaxtlar düşündüyünüz məsələlərə aydınlıq gətirə, maliyyə işlərinizi qaydaya sala biləcəksiniz. Sakitlik və öz gücünüzə inam xüsusilə günün ikinci yarısında ailə məsələləri ilə məşğul olarkən faydalı olacaq. Siz sakitlik və xoş niyyətlilik saçacaqsınız. Bu da evdə isti bir mühit yaratmağa kömək edəcək. Yaxınlarınız diqqətinizi və dəstək verməyə hazır olmağınızı yüksək qiymətləndirəcəklər. Buğa bürcü 2 fevral 2026-cı il. Gün həqiqətən məhsuldar və uğurlu olacaq. Çox işə çatacaqsınız və zəhmətinizin nəticəsindən razı qalacaqsınız. Əgər evdə diqqət və səbir tələb edən işlər varsa, tərəddüd etmədən onlara başlayın. Hər şeyin öhdəsindən əla gələcək. Heç nəyi gözdən qaçırmayacaq və səhvə yol verməyəcəksiniz. Dəqiqlik və səliqə tələb edən məşğuliyyətlərə vaxt ayırmaq istəyə bilərsiniz. Burada da çətinlik yaranmayacaq. Diqqətinizi toplamaq asan olacaq. Sənədləri qaydaya sala, foto arxivləri gözdən keçirin. Ev məkanını təşkil edə və ya sevdiyiniz əl işləri ilə məşğul ola bilərsiniz. Əkizlər bürcü 2 fevral 2026-cı il. Bugün xüsusi diqqət tələb edən, tamamilə yeni işlərə tələsmədən və ehtiyatlı başlamaq daha yaxşıdır. Diqqətinizi cəmləmək çətin olacaq. Adi günlərdən daha tez yayınacaqsınız. Buna görə də xırda, amma cansıxıcı səhvlərin ehtimalı artır. Bununla belə gün yaxın insanlarla ünsiyyət üçün idealdır. Qohumlar və dostlarla asanlıqla qarşılıqlı anlaşma əldə edəcəksiniz. Söhbətlər sərbəst və səmimi keçəcək. Mühit isə xüsusilə isti və mehriban olacaq. Xərçəng bürcü 2 fevral 2026-cı il. Gün kifayət qədər dolu, lakin biraz yorucu keçəcək. Öz-özlüyündə xoş olan, amma ciddi fayda gətirməyən işlərə xeyli vaxt sərf etməli olacaqsınız. Ola bilsin ki, maraqlı, lakin əhəmiyyət az olan bir şeyə aludə olasınız və ya sadəcə əyləncəyə vaxt ayırasınız. Emosional vəziyyətiniz sabit olmayacaq. Başqa vaxtlar xırda görünən məsələlər sizi narahat edə, ətrafdakıların təsadüfi sözləri adət etdiyinizdən daha çox incidə bilər. Belə anlarda yaxınların dəstəyi və anlayışı xüsusilə vacibdir. Şir bürcü 2 fevral 2026-cı il. Bugün fantaziyamıza və yaradıcılıq impulslarınıza sərbəstlik versəniz həqiqətən uğurlu olacaq. Cəsarətli ideyalarınızı reallaşdırmağa, qeyri-adi nələri isə sınamağa hazır olan şirləri uğur gözləyir. Eksperiment etməkdən çəkinməyin. Bugün ən qeyri-adi fikirlər belə uğurlu ola bilər. Bəlkə də varlığından xəbəriniz olmayan yeni imkanlar açılacaq. Əsas məsələ anı qaçırmamaq, biraz qətiyyət və israr göstərməkdir. Əgər uzun zamandır hansısa bir hobbi ilə məşğul olmağı və ya yaradıcılıq layihəsini həyata keçirməyi düşünürdünüzsə, başlamaq üçün ən uyğun vaxtdır. Qız bürcü 2 fevral 2026-cı il. Səbirli olun və ətrafdakılarla ünsiyyətlə ehtiyatlı davranın. Gün pis deyil, amma hər zaman öz bildiyini etməyə öyrəşmiş və güzəştə getmək istəməyənlər üçün çətinliklər yarada bilər. Başqalarının vədlərinə həddindən artıq bel bağlamayın. Onların yerinə yetirilməməsi ehtimalı böyükdür. Dostlar və tanışlar xoş niyyətlə hərəkət etsələr də sizə əlavə qayğı yarada bilərlər. Kiminsə kömək xahişi gözlədiyinizdən çox vaxt ala və ya kimsə işlərinizə yerində olmayan müdaxilə edə bilər. Bunu ürəyinizə salmayın. Tərəzi bürcü 2 fevral 2026-cı il. Gün səhərdə müsbət ovqatla köklənsəniz çox uğurlu keçəcək. Daxili halınız hadisələrin gedişinə həlledici təsir göstərəcək. Günü təbəssümlə qarşılasanız, yaxşıya diqqət etsəniz, bu ovqat xoş hadisələri və pozitiv insanları cəlb edəcək. Bugün səfərlər üçün uyğundur. Uzaq yol və ya qısa şəhərdən kənar gəzintə olmasından asılı olmayaraq, bir çox yolculuq sizə xoş təəssüratlar və müsbət emosiyalar bəxş edəcək. Əqrəb bürcü 2 fevral 2026-cı il. Gün xoş keçəcək, amma çox məhsuldar olmayacaq. Böyük nailiyyətlər və əhəmiyyətli uğurlar gözləməyin. Gün daha çox istirahət və rahatlama üçün uyğundur. Bu isə tamamilə normaldır. Axşam maraqlı ideyalar gətirəcək. Gələcək barədə düşünmək üçün əlverişlidir. Siz uzun müddətli hədəflərinizə çatmaq üçün hansı addımların vacib olduğunu anlayacaqsınız və bu aydınlıq günün ən gözəl hadisəsinə çevriləcək. Oxatan bürcü 2 fevral 2026-cı il. Qətiyyətli və fəal olacaqsınız. Planlarınızı mümkün qədər tez həyata keçirməyə çalışacaqsınız. Sizin enerjiniz və məqsəd yönlülüyünüz heyran edicidir. Amma unutmayın ki, ətrafdakıların hamısı sizin qədər sürətli deyil. Biraz anlayış göstərməyə çalışın. Yaxınlarla münasibətlərdə çətinliklər ona görə yarana bilər ki, siz bəzən vəziyyətin bütün incəliklərini anlamadan tez qərar verirsiniz. Əgər sevdiyiniz insanın fikrinə qulaq assanız, ciddi münaqişələrdən qaçmaq mümkün olacaq.
Oğlaq bürcü 2 fevral 2026-cı il. Bugün intuisiyanıza qulaq asmaq xüsusilə vacibdir. Qeyri-müəyyən vəziyyətə düşsəniz və ya narahat edici xəbərlər alsanız, doğru yolu məhz intuisiya göstərəcək. Həmçinin kənar və maraqsız insanların fikirlərinə də diqqət yetirin. Onların məsləhətləri dəyərli ola bilər. Gün gözlənilməz hadisələr gətirə bilər. Amma hər biri yalnız müdrikliyinizi və dözümlüyünüzü göstərmək üçün bir fürsətdir. Sakitliyinizi qoruyun, soyuqqanlı düşünün və hər şey ən yaxşı şəkildə yoluna düşəcək. Dolça bürcü 2 fevral 2026-cı il. Gün ailə işlərinə xeyli diqqət tələb edəcək. Qarşınızda 2 qat vəzifə dayanır. Həm məişət məsələlərinə, məqsədlərə çatmaq, həm də mehriban mühiti qoruyub saxlamaq. Bu isə bəzən işlərin özündən daha çətin ola bilər. Yaşlı qohumlarla fikir ayrılıqları mümkündür. Ailə məsələlərinin necə həll olunması barədə baxışlarınız fərqli ola bilər. Kompromis tapmaq asan olmayacaq. Sülhü qorumaq üçün güzəştə getməyə hazır olun. Balıqlar bürcü 2 fevral 2026-cı il. Dəyişikliklərə hazır olanlar üçün gün həqiqətən uğurlu olacaq. Qeyri-standart qərarlardan çəkinməsəniz və alışılmış çərçivələrdən kənara çıxsanız, ulduzlar sizin tərəfinizdə olacaq və xoş sürprizlər gətirəcək. Səhərdən optimist əhval-ruhiyyədə olacaqsınız və bu, sevinc üçün səbəblər tapmağa kömək edəcək. Adi və tanış şeylərə belə yeni gözlə baxacaq. Həyatınızdakı yaxşılıqların nə qədər çox olduğuna təəccüblənəcəksiniz.